öyrətdiyimiz yeni sözləri bir də cümlə içində istifadə edəcəyik. Əminəm ki, dünənki dərsdə sözləri aktiv formada öyrəndiniz. Yəni, sözləri məndən sonra təkrar etdiniz. Bu X-twist metodunda çox vacibdir. Yəni, dili passiv formada öyrənmək olmaz. Mütləq ki, özünüzün eşidəcək qədər həmin sözü deməlisiniz. Yəni, dil ağızda bir növ hərəkət eləməlidir ki, dili öyrənəsiz, beyin dili qəbul etsin. Burada isə nə edirik? Yəni sözlər cümlə içindədir və həmin sözləri biz cümlə içində deyəndə dili daha çox hiss edirik, beynimiz daha çox qəbul edir. Cümlənin ümumi tərcüməsi olacaq. Ola bilər ki, yəni kimlərsə cümlə içində digər sözləri bilməsin. Bu problem deyil. Ümumi tərcümə veriləcək. Burada dil danışıq qaydaları, qrammatika və ya digər yeni sözlərin izahatı verilməyəcək, yəni tərcüməsi. Zamanla yeni sözləri də keçəcəyik. Bu bilmədiyiniz o sözləri də öyrənəcəksiniz. Cümlə niyə bu quruluşdadır, onu da öyrənəcəksiniz. Amma sırf bu dərsin məqsədi öyrəndiyimiz yeni sözü cümlə içində görüb hiss etməkdir, ora fokuslanmaqdır. Əgər kimsə istəyirsə, tam cümləni öyrənə bilər, lap yaxşı. Amma dediyim kimi, əsas cümləni məndən sonra təkrar edirsiniz, sözün yerinə diqqət edirsiniz, tələffüsünə diqqət edirsiniz və ümumi tərcüməyə baxırsınız. Laugh, gülmək. They laugh when the teacher tells a funny story. Müəllim gülməli bir hekayə danışanda onlar gülürlər. They laugh when the teacher tells a funny story. They laugh when the teacher tells a funny story. Cloud, bulut. This cloud looks like a heart. Bu bulut ürəyə bənzəyir. This cloud looks like a heart. This cloud looks like a heart. Suddenly, birdən, qəflətən. Suddenly, he fell down the stairs. Birdən o pilləkəndən yıxıldı. Suddenly, he fell down the stairs. Suddenly, he fell down the stairs. Habit, vərdiş. She doesn't have any bad habits now. Onun indi heç pis vərdişləri yoxdur. She doesn't have any bad habits now. She doesn't have any bad habits now. Difference, fərq. Can you see the difference? Fərqi görə bilirsən? Can you see the difference? Can you see the difference? They laugh when the teacher tells a funny story. This cloud looks like a heart. Suddenly, he fell down the stairs. She doesn't have any bad habits now. Can you see the difference?